Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, dəyərli Futbolissimo izləyiciləri. YouTube kanalımızda növbəti videomuzu sizin üçün çəkirəm və bu dəfəki mövzumuz Avrokuboklara hazırlaşan komandalarımız seriyasından son çempion Qarabağla bağlıdır. Son çempion Qarabağ komandası ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək və artıq mümkün rəqibləri, potensial rəqibləri məlumdur. İyulun 22-sində komandamızın rəqibi ya İrlandiya çempionu Shelbourne ya da Şimali İrlandiya çempionu Linfield kollektivi olacaq. Hər halda bu iki komandadan biri Qarabağın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olacaq. Bəs komandamız Çempionlar Liqasına necə hazırlaşır? Çempionlar Liqasında ölkəmizi təmsil etməli olan Qarabağ komandası bu mövsüm yenilik etməyə çalışdı və uzun müddətli bir prosesdən sonra yeni futbolçularla heyəti gücləndirməyə çalışır. Göndərilən legionerlər önəmli fiqurlar idi. Söhbət Yasin Benziya, Patrik Andrade və Marko Veşoviçdən gedir. Əsas heyət üzvləri sayılan bu futbolçuların kollektivdən getməsindən sonra onların yerinə kimlərin alınacağı əlbəttə ki, əsas sual hesab olunurdu və Qarabağ komandası bu futbolçuları əvəzləmək üçün artıq transfer çalışmalarına start verib. Əvvəlcə başlayaq müdafiənin sağ cinahında edilən dəyişikliklə bağlı. Əvvəlcə qeyd edək ki, Marko Veşoviç zədələndikdən sonra komandanın istər UEFA Avropa Liqasında Bayer Leverkusen səddinə qədər gedən yolun əsas yolçularından biri olması faktı, İstərsə də Yasin Benziyanın komanda üçün istər Avrokuboklar, istərsə də Azərbaycan çempionluğu göstərdiyi o mükəmməl performansın qarşılığında yekunda kollektivdən göndərilməsi məsələsi. Patrik Andradeni bir qədər fərqləndirəcəm çünki Patrik Andrade Julio Romao komandada olarkən onun əvəzləyicisi funksiyasını yerinə yetirirdi. Romao'nun gedişindən sonra Patrik əsas figura çevrildi, amma Qarabağın o əsas adlanan Avrokuboklardakı çıxışı da demək olar ki, Romao'nun gedişindən sonra dayandı. Yəni Patrik komandadan göndərilənlər sırasında Yasin Benziya və Marko Veşoviç ilə müqayisədə nisbətən göndərilməsi o qədər də çox belə deyək, səs-küyə səbəb olan futbolçu olmadı. Amma Patrik Andrade uzağa yox, elə Araz Naxçıvana transfer olundu və biz hələ onun çıxışını Azərbaycan klubunda izləməyə davam edəcəyik. Mövzumuz Qarabağdır və Qarabağın UEFA Çempionlar Liqasının əsas mərhələsinə düşmək ehtimalı onun edəcəyi transferlərə bağlıdır desək yanılmarıq. Dani Bolt sağ cinah müdafiəçisi mövqeyinə transfer olunan futbolçudur və Qarabağın əsasən müraciət etdiyi Portuqaliya bazarından heyətə cəlb olunan futbolçudur. Dani Bolt'un soyadının Bolt kimi səslənməsi və yaxud da onun belə deyək də Usain Bolt qədər sürətli olması amili sağ cinah müdafiəçisi məsələsində Qarabağın işini asanlaşdıracaq fikrini ortaya çıxarır. Amma təbii ki, Dani Bolt komandaya nə vaxt uyğunlaşacaq, onun adaptasiya dönəmi necə keçəcək, nə vaxt o ən yaxşı pik səviyyəsinə çıxacaq, bunlar hamısı suallardır. Ümid eləyək, arzulayaq ki, Dani Bolt Çempionlar Liqasının ən azından 3-cü mərhələsinə qədər, mümkün 3-cü mərhələ biz deyək ki, 2-ci mərhələni Qarabağ keçəcəyi təqdirdə 3-cü mərhələyə qədər komandanın oyun üslubuna, komandanın ümumi apavasına maksimum uyğunlaşmağa çalışar. Digər mövqeyə transfer isə Pedro Bicalio'nun adı ilə bağlıdır. Palmeiras'a məxsus Portuqaliya çempionatında çıxış etmiş, icara əsasında oynamış bir futbolçudur. Pedro Bicalio nisbətən gəncdir, yəni yaşı 24'dür və oynadığı mövqe yarım müdafiənin mərkəzində belə deyək də həm Patrik Andradeni əvəzləyə biləcək bir mövqedir. Dayaq yarım müdafiəçisi kimi də oynaya bilir. Yarım müdafiənin mərkəzində 6 nömrə, 8 nömrə arasında da gedib gələ bilir. Bir sözlə Qarabağ üçün universal yarım müdafiəçi obrazıdır. Amma Benziyanın əvəzləyicisidirmi? Bax, bu sualdır. Benziya önə doğru oynayan, karyerası ərzində hücuma qədər gedib çıxa bilən 9 nömrə oynamış, hətta 9 nömrəli forma ilə çıxış etmiş. Yəni, yarım müdafiənin hücuma meyilli istiqaməti, cinahları, hətta hücum arxası oynayan bir futbolçudur. Qarabağda Abdullah Zubir ilə yaxşı tandem təşkil edən, o oyun qurucusu kimi oynaya bilən, hücum arxasında çıxış edə bilən, qollar vuran bir figuruydu Yasin Benziya.
Amma Pedro Bicalho elə bir yarım müdafiəçi deyil. Pedro Bicalho daha çox Patrick'in mövqeyində oynayan, daha çox Yankovic kimi oynaya bilən mərkəz yarım müdafiəçisidir. Odur ki, Qarabağın Yasin Benziyanın mövqeyinə futbolçu transfer edəcəyi, o tipli yarım müdafiəçi transfer edəcəyi gözləniləndi. Bundan başqa bilirik ki, Qarabağ komandası Dinamo Zagreb'dən tanıdığımız Mərakeş əsl müdafiəçi Sami Mayeni heyətə cəlb etməyə çalışır. Müdafiənin mərkəzinə bir futbolçu transfer etməyə çalışır və əlbəttə ki, ən lazımlı mövqe hücumun mərkəzinə Qarabağın mümkün transferi. Əlbəttə, Qarabağ rəhbərliyi, Qarabağ klubu, Qurban Qurbanov bu çatışmazlıqları aradan qaldırmaq üçün çalışır. Klub çalışır, amma bu çalışma komandanın, hətta belə deyim, Avrokuboklardakı turnir seçiminə qədər təsir edə bilər. Yəni, sənin çalışmaların elə ola bilər ki, sən Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq üçün oynayasan. Sənin çalışmaların elə ola bilər ki, sən Avropa Liqasının qrup mərhələsinə düşmək və yaxud da yeni adla desək, Liqa mərhələsinə düşmək uğrunda mübarizə aparmaq üçün imkan verə bilər və ya sənin çalışmaların, transfer çalışmaların elə ola bilər ki, sən Avropa Konferans Liqasının Liqa mərhələsinə düşmək üçün belə deyək də imkan verən çalışmalar ola bilər. Ona görə də Qarabağın hazırda transfer çalışmalarının hansı səviyyədə yekunlaşacağı maraqla gözlənilir. Yəni, sənin transferlərin hansı formada olacaq ki, komanda nə qədər hazır olacaq ki, sən Çempionlar Liqasının Liqa mərhələsinə yüksələsən və ya sənin çalışmaların hansı səviyyədə ola bilər ki, Avropa Liqası və ya Konferans Liqasında mübarizəni davam etdirə biləsən. Əlbəttə ki, bunu zamanla biz görəcəyik, yaşayacaq. Arzumuz əlbəttə ki, Azərbaycanı Avrokuboklarda uğurla təmsil edən Azərbaycan çempionu Qarabağın ən yüksək səviyyəli turnirdə iştirak etmək reallığıdır. Bunu arzulayırıq və məncə bu mövzudakı söhbətlərimizi bundan sonraki videolara davam etdirə bilərik. Bu sizdən asılıdır. Əgər bundan sonraki videolarımızın, bax bu tipli videolarımızın Sabah, Araz Naxçıvan və Zira haqqında davam etməsini istəyirsinizsə, əlbəttə ki, rəylərdə fikrinizi yaza bilərsiniz. Əgər bu tipli videolar xoşunuza gəlmirsə, bunu da qeyd edərsiniz. Mən bu tipli videoları Qarabağla yekunlaşdırıb, digər komandalarla bağlı bu videoları çəkməyim. Yəni, sırf Futbolissimo izləyicilərinin arzusuna uyğun olaraq bu tipli videoları bu transfer pəncərəsi dönəmində çəkməyə çalışacağım. Odur ki, artıq top sizdədir. Sözü sizə ötürürəm. Futbolissimo YouTube kanalını izləməyə, videoları paylaşmağa və daha çox dostunuza çatmasına şərait yaradın. Rəylərdə fikirlərinizi bildirin. Bəlkə də sizin də maraqlı bir fikriniz var komandanın çatışmazlıqları ilə bağlı, mövqeləri ilə bağlı. Əlbəttə ki, bunun da müzakirəsini rəylərdə davam elətdirə bilərik. Odur ki, Qarabağla bağlı videomuzu burada yekunlaşdırırıq. Növbəti videolarımızın hansı komandadan və necə olmasını seçmək sizin ixtiyarınızdadır. Hələlik.